demək uşaqlar, bugün baxacağıq biz qədim Misir dövlətinə və Şumerlərə. İlk öncə başlayırıq qədim Misirdən. Demək, xəritəyə bir nəzər yetirək, görək, Misir harada yerləşirdi? Uşaqlar, Misir yerləşir, baxın, Afrikanın şimal-şərqində, yəni bu ərazidə. Qırmızı dənizin, baxın, bu Qırmızı dənizdir, sanki selfie çəkdirir, iki tutub. Baxın, özünüzə bir mayaq götürün Qırmızı dənizin. Sol tərəfi yerləşir qədim Misir. Aralıq dənizinin aşağısında, yəni Afrikanın şimal-şərqində yerləşir. İlk öncə baxacağıq ki, burada 13-cü əsrdə sonuncu buzlaşma dövründən sonra, yəni 13-cü əsrdə sonuncu buzlaşma dövrü bitir və bundan sonra kəskin iqlim dəyişikliyi baş verir. Və həmin gördüyünüz bu istiləşmə nəticəsində Sahara səhrası meydana gəlir. Dünyanın ən böyük səhrası olan Sahara səhrası. Bu səbəbdən də həmin ərazidə yaşayan insanların bir qismi cənuba doğru köç edirlər. Və bu, baxın, bu hissədə də, indi burada xəritədə tam düşmüyor. Baxın, mən göstərim. Bu hissədə Nil çayı var. Nil çayı axır və Aralıq dənizinə tökülür. Ona görə də bu Nil çayının ətrafı bərəkətli olduğu üçün məhz insanlar gəlib bu Nil çayının ətrafında məskunlaşmışlar. Bundan sonra Misir coğrafi mövqeyinə görə iki hissəyə bölünür. Aşağı Misir və yuxarı Misir. Demək, aşağı Misir, şimali Misir gedir. Aşağı Misir olacaq burada. Biraz coğrafi mövqeyinə görə tərsinədir. Şimali Misir gedir. Yuxarı Misir isə Cənubi Misir adlanır. Cənubi Misir. Ümumiyyətlə, Misirdə dünyanın ən uzun çayı olan Nil çayı axır. Baxın, dünyanın ən uzun çayıdır Nil çayı. Nil çayı axaraq Aralıq dənizinə tökülür və Nil çayı vaxtaşırı daşırdı. Daşdığı üçün də onun ətrafı lilli qara torpağından örtülürdü. Və buna görə də Misirlilər öz ölkələrini necə adlandırırdılar? Qara torpaq adlandırırdılar. Qara torpaq. Çünki o lilli qatla örtüldüyü üçün. Herodot isə Misiri adlandırmışdı Nilin töhfəsi. Necə adlandırdı? Nilin töhfəsi. Bəli. Bundan sonra biz baxacağıq, Misirdə var idi Şaduf. Nədir Şaduf? Şaduf yuxarıda yerləşən əraziləri suvarmaq üçün istifadə olunurdu. Yəni, o ilə suyu qaldırırdılar, yuxarıda yerləşən əraziləri suvarırdılar. Bir də əvvəllər verirdilər, Nil çayının qarşısını kəsmək üçün dambalar tikirdilər, yəni bəndlər tikirdilər. Bundan sonra biz baxacağıq ki, burada Misirlilər əkinçiliklə yanaşı, heyvandarlıqla, bağçılıqla, bostançılıqla da məşğul olurdular. Həmçinin bir sıra sənət sahələri ilə də məşğul olurdular. Və burada, bu deyək ki, Misirdə əvvəllər var idi nomlar. Nomlar nədir? Nomlar vilayətlərdir. Vilayət. Və Nil çayı ətrafında mövcud olan kiçik dövlətlər, padşahlıqlar nomlar adlanır. Bunların sayı təxminən 40-a qədər çatırdı. Yəni, Misirdə 40-a qədər nom olmuşdu və həmin nomlar öz aralarında mübarizə aparırlar. Niyə? Suvarma kanalları, otlaq sahələri üstündə bir-biri ilə mübarizə aparırlar. Güclü nomlar, zəif nomları özlərinə birləşdirirdi. Və beləliklə də 4-cü minilliyin ikinci yarısında burada əsas iki dənə padşahlıq var idi. Yuxarı və aşağı Misir padşahlıqları. Bayaq dedik, aşağı Misir şimalda yerləşirdi, yuxarı Misir padşahlığı isə cənubda yerləşirdi. Və bunlar da bir-birləri ilə mübarizə aparırdılar. Niyə mübarizə aparırdılar? 4-cü minilliyin ikinci yarısında bunlar vahid dövlət yaratmaq uğrunda bir-birləri ilə mübarizə aparırdılar. Və beləliklə də 4-cü minilliyin sonlarında yuxarı Misir padşahlığı qalib gəlir, aşağı Misir padşahlığını məğlub edir və vahid Misir dövləti yaranır. Vahid Misir dövləti demək nə vaxt yarandı? 4-cü minilliyin sonunda. Baxın, burada daha aydın xəritədə görürsünüz. Yəqin xəritə tam düşür. Demək, burada baxın, yuxarı Misir yerləşir cənub hissələr, aşağı Misir yerləşir şimal hissələr. Vahid Misir dövləti dedik, yarandı 4-cü minilliyin sonunda.
paytaxtı isə olmuşdu Memfis şəhəri. Baxın, Memfis şəhəri yerləşir burada. Lakin 2-ci minillikdə paytaxt köçürülür Fiv şəhərinə. Baxın, Fivdə yerləşir, yuxarı Misirin yaxınlığında, yəni bu ərədə aşağı, Nilin aşağı hissəsində. Fiv şəhəri 2-ci minillikdə Misirin paytaxtı olmuşdur. Burada da gördüklərimiz, düzdür, sizə tam da lazım deyil, amma yenə də vurğulayıram. Bu yuxarı Misir padşahlığının tacıdır, bu aşağı Misir. Göy rəngdəki yuxarı Misir hökmdarının tacıdır, qırmızı rəngdəki isə aşağı Misir hökmdarının tacıdır. Vahid Misir dövləti yarananda bu göy, bu qırmızı içərisinə daxil olur, yəni birləşir, papaqlar da, taclar da birləşir və belə bir tac əmələ gəlir. Bundan sonra biz baxacaq nəyə? Mən bir də sizə xəritədə göstərəcəm Nubiya ərazisinin yerini. Bu əvvəlki xəritədə var idi, Nubiya. Baxın, cənubda yerləşir, Misirin cənubudur. Yəni aşağı hissəsində yerləşir. Dimin toplusunda da Nubiyanın yerini sizdən soruşacaq. Ona görə də Nubiya yerləşir. Baxın, bu hissədə. Bu da belə. İndi davam edirik, gəlirik nəyə? Əsasən biz danışacağıq Fironlardan. Fironlar kimlərdir? Fironlar Misiri təbii ki, dövləti kim idarə edəcək? Hökmdar. Misiri də hökmdar idarə edirdi, lakin hökmdar adlanırdı Firon. Hökmdarımız adlanırdı Firon. Və burada biz baxacağıq ki, 2-ci minilliyin ortalarında məhz Misir özünün ən qüdrətli dövrünü yaşamışdır. Və həmin bu 1-ci Tutmoz, 3-cü Tutmoz, 2-ci Ramzes, bu Fironlar da 2-ci minillikdə hakimiyyətdə olmuşlar. İndi biz ilk olaraq baxacaq 1-ci Tutmozdan. 1-ci Tutmozun dövründə məhz ilk dəfə olaraq 1-ci Tutmoz Fərat çayına qədər gedib çıxmışdı. Ümumiyyətlə, ilkləri 1-ci Tutmoza aid edəcəyik. İlk Fərat çayına ilk dəfə çatan 1-ci Tutmozdur. Bir də ilk dəfə olaraq yeraltı sərdabələrdə dəfn olunmuşdur desək, kimin dövründən başlayırıq? Bu da 1-ci Tutmoza aiddir. Yaxşı, bunu da yadınızda saxlayırsınız. Bundan əvvəl isə bunlar piramidalarda dəfn olunurlar. Artıq 1-ci Tutmozdan başlayırıq, yeraltı sərdabələrdə dəfn olunacaqlar. İndi baxın, 1-ci Tutmozun hakimiyyəti dövründən başlayaraq işğalçı yürüşlər əsasən Asiya qitəsinə doğru getmişdir. İndi xəritədə də göstərəcəm. Asiya qitəsinə doğru yönəlir və hakimiyyəti dövründə 1-ci Tutmoz Fələstini, Suriyanı və cənubda da Nubiyanı tutur. Bayaq göstərdiyim ərazi. O da harada yerləşirdi? Cənubda. Cənubda da Nubiyanı tutur və Misirin sərhədləri ilk dəfə Fərat çayına qədər gəlib çatır. Burada baxsaq, baxın, bu yuxarı hissə indi tam verilməyib. Baxın, bu hissələrdə yerləşir Suriya, Fələstin, Finikiya ərazisi. Baxın, bax burada. Görürsünüz? Ön Asiya, burada Suriya, Finikiya və Fələstin əraziləri yerləşir. Və 1-ci Tutmozda, Misirdə yerləşir burada. 1-ci Tutmozda məhz Ön Asiya doğru istiqamətlənmiş, Suriya, Finikiya yox, Fələstin və cənubda da Nubiya ərazisini özünə tabe etmişdir. Aydın oldu mu? İndi baxırıq 1-ci Tutmozun nəvəsi, 3-cü Tutmoz. 3-cü Tutmozda yenidən nə edir? Ön Asiya istiqamətinə yürüş edir. Və Ön Asiyada yerləşən Suriya, Fələstin və Finikiya ardıcıl olaraq bayaq göstərdiyimiz Suriya, Finikiya və Fələstin ərazilərini özünə birləşdirir. Və həmin Fələstin və Suriyanı kimlər idarə edirdi onun dövründən başlayaraq? Canişinlər. Onun dövründən başlayaraq Suriya, Fələstini canişinlər idarə edir. Dedik, 1-ci Tutmozun nəvəsidir, bəli, hakimiyyətindən sonra Misirin Ön Asiyada mövqeyi zəifləyir. Bu cümlə əsasən MİQ və sertifikasiya hazırlaşan müəllimlərə aiddir, sizə aid deyil. Yəni, abituriyentlər buna o qədər də diqqət yetirməsə də olar. Lakin bəzi test toplarını işləyəndə qarşımıza çıxa bilər. Ondan sonra baxırıq niyə? Nəyə? Ön Asiya. Ön Asiya, ümumiyyətlə, Avropalılar Asiya qitəsinin qərb hissəsini Ön Asiya adlandırırlar, qərb hissəsini. Çünki Avropalılar üçün o ön tərəfdən görünür də, yəni ön qabaq hissə oradan başladığına görə Ön Asiya adlanır həmin o göstərdiyim ərazi. Sonra baxacaq 2-ci Ramzesə. Uşaqlar, 2-ci Ramzes eradan əvvəl 13-cü əsrdə hakimiyyətdə olmuşdur
və Misirin əvvəlki qüdrətini bərpa etmək üçün 2-ci Ramzes yürüşlərə başlayır. Və Afrikada hakimiyyətə qarşı baş verən üsyanları yatırandan sonra başlayır Ön Asiyaya hücum eləməyə. Necə ki, 1-ci Tutmos, 3-cü Tutmos Ön Asiyaya hücum eləmişdi. Ramzes də Ön Asiyaya hücum edir. Və Ön Asiya uğrunda Het dövləti ilə müharibə aparacaq. Het dövləti də yerləşir Kiçik Asiyada, yəni Anadolu'da Het dövləti ilə mübarizə aparır. Mübarizənin əsas səbəbi var idi. Nə idi mübarizənin əsas səbəbi? Suriya uğrundaydı. Qaydıq əvvəlki xəritəmizə. Baxın, bu yuxarıda Kiçik Asiyada yerləşirdi Het dövləti. Deyək ki, biraz yuxarıda idi, bu tam düşürdü. Və burada Suriya uğrunda həmin bir Het dövləti ilə Misir mübarizə aparırlar. Və bunlar arasında döyüş baş verir. Döyüşdə heç bir tərəf qələbə qazana bilmir. Yəni, bir deyək ki, döyüş heçicə başa çatır. Lakin bunlar arasında müqavilə imzalanır. Hansı müqavilə imzalanır? Kadeş müqaviləsi. Tarixin ilk beynəlxalq müqaviləsidir. Eradan əvvəl 1286-cı ildə imzalanmışdır. Bu da düşür 13-cü əsrə. Tarixin ilk beynəlxalq müqaviləsi. Kadeş müqaviləsinin şərtlərinə baxsaq, Suriyanı 2 hissəyə bölürlər. Əslində belə bölsək daha doğru olar. Çünki Şimali Suriya qalır. Görürsünüz, yuxarı. Suriyanın yuxarısı Şimali Suriyadır. Yuxarı hissəsi qalır Hetlərdə. Cənubi Suriya qalır Misirdə. Bununla yanaşı, burada gördüyünüz Finikiya ilə Fələstin ki var. Həmin Finikiya ilə Fələstin də Misirin tərkibinə keçir. Aydındır? Bir də deyirəm müqavilənin şərtini. 13-cü əsrdə imzalanmışdır. Şərtinə görə Suriyanı 2 hissəyə bölürlər. Şimali Suriya qalır Hetlərdə. Cənubi Suriya Finikiya ilə Fələstin də keçir Misirin tərkibinə. Həmçinin hər hansı bir yürüş baş verən zaman bunlar bir-birlərinə də kömək eləməyi öz öhdələrinə götürmüşdülər. Aydın oldu mu? Aha, bu da demək tarixin ilk beynəlxalq müqaviləsi olan Kadeş sülhünün şərtləri idi. Aha, vurğuladığım üçün burada bir də demirəm. Buna görə də bu müqavilə nəticəsində tərəflər arasında uzun müddət sülh olmuşdur və Kadeş sülhü nəticəsində əldə olunan uzun müddətli sülh Ramzesə şərait yaratmışdı nəyə? Quruculuq işləri aparmağa. Və buna görə də Ramzes Nubiyada özünün 24 metrlik heykəlini qoymuşdu. Bəzən bunu 1-ci Tutmosla qarışdırırlar. 1-ci Tutmos Nubiyanı işğal eləmişdi. Ramzes isə Nubiyada özünə 24 metrlik heykəl düzəltmişdi. Bu da belə. Və həmçinin 2-ci minillikdə də paytaxt hansı şəhəri idi? Fif şəhəri idi. Fif şəhərində də özü üçün sərdabə və məbədlər də tikmişdi. Ümumilikdə Ramzes Misirin sonuncu qüdrətli hökmdarıdır. Sonuncu qüdrətli hökmdarı. Aydın oldu bu hissə. Nəsə qaranlıq bir şey yoxdur. Gəlirik növbəti Misirin tənəzzül dövrünə. Uşaqlar, 1-ci minilliyin əvvəllərindən başlayaraq hakimiyyət uğrunda mübarizələr gedirdi və bu mübarizələr nəticəsində Misir zəiflədi. Və hakimiyyət uğrunda mübarizədə sülalələr tez-tez dəyişirdi. Təbii ki, bu da idarə etmənin pisləşməsinə gətirib çıxardı, öz başınalığa gətirib çıxardı və Misir ayrı-ayrı hissələrə parçalandı. Və burada da 525-ci ildə Əhəməni dövləti Misir üzərinə yürüş edir və burada baş verir Pelusiya döyüşü. Pelusiya döyüşü nəticəsində Əhəmənilər qalib gəlir, Misir məğlub olur. Bu dövrdə də Əhəməni hökmdarı 2-ci Kambizdir. 2-ci Kambiz Misiri işğal edib öz əyalətinə çevirir və Misirdə yerli sülalələrin hakimiyyətinə son qoyulur. Bundan sonra Pelusiya qədim dövrlərdən Misiri qoruyan qala hesab olunur. Pelusiya şəhərində olduğu üçün belə adlanır. Amma yəni döyüşün adı sizə düşməyəcək. Amma bəzi test toplarında qarşınıza çıxa bilər. Ona görə 525-ci ildə baş verən döyüş Pelusiya döyüşüdür. Həmin o şəhərdə alınmaz qala, Misirin möhrü və s. adlandırırdılar. Bu Misirin siyasi vəziyyəti. Bundan sonra bir də bir şey deyəcəm. 4-cü minillikdə 332-ci ildə, burada yazılıb eradan əvvəl 332-ci ildə Makedoniyalı İskəndər Misirə hücum eləmişdir və Misiri tutmuşdur. Bundan sonra isə eradan əvvəl 30-cu ildə Roma
ticarətinə çevirmişdir. Aydın oldu? İndi baxırıq Misirin mədəniyyət hissəsinə. Demək, bayaq dedim ki, Misirdə dövlətin başında kim dururdu? Hökmdar. Hökmdarı necə adlandırırlar? Firon. Firon sözünün mənası ümumiyyətlə böyük ev, saray mənasını verirdi. Hökmdarın sarayı yəni. Daha sonra isə artıq hökmdarın özü Firon sözü ilə adlanmağa başlandı. Qeyri-məhdud hakimiyyətə malikdir. Nədir qeyri-məhdud hakimiyyət? Bir var məhdud hakimiyyət, nəsə deyək ki, onun səlahiyyətlərində məhdudiyyət var. Bir də var ki, bütün idarə etmə Fironun əlindədir. Heç bir məhdudiyyət yoxdur. Bu qeyri-məhdud hakimiyyət adlanır. Və Tanrının yer üzərindəki təmsilçisi hesab olunurdu. Bütün insanların, torpaqların, bütün əmlakin sahibi hesab olunurdu. Fironlara hakimiyyətin Tanrı tərəfindən verilməsi iddia olunurdu. Ordunun baş komandanı hesab olunurdu. Həmçinin burada hakimiyyət irsi idi, yəni atadan oğula keçirdi, qardaşdan qardaşa. Fironlar qanunlar verirdilər, qaydalar müəyyənləşdirdilər, ölkəni idarə etmək üçün məmurlar təyin edirdilər. Bu məmurlar da əsasən yazıb oxumağı bilən şəxslərdən seçilirdi, savadlı şəxslərdən. Niyə? Çünki onlar əkin sahələrini hesablayacaqdı, vergilər toplayacaqdı, ordu və hüquqla bağlı işlərə baxırdılar. Bir də vardı burada çati. Çati kimdir? Ali məmur. Yəni, ali məmur idi. Adətən Firon öz övladlarından təyin eləyirdi çatini. Fironun ən yaxın köməkçisi idi. Baş vəzir kimi də deyə bilərik bunu. Və Fironun əsas, daha doğrusu çatinin 4 dənə səlahiyyəti vardı. Burada verilməyibdir. Mən deyim, yadınıza saxlayın. Təsərrüfat işinə baxırdı, dövlətin xəzinəsinə baxırdı, məhkəmə işinə baxırdı. Bir də nə qaldı yerdən? Ay sağ ol, dəftərxanaya baxırdı. Təsərrüfat, ondan sonra xəzinə, dəftərxana, bir də məhkəmə işi. Bu 4 dənə səlahiyyət çatinin əlində idi. Bir də vardı burada ordu. Ordu təbii ki, yaxşı təlim görən, silahlanmış ordu var idi və Fironların əsas dayağı hesab olunurdu ordu. Cəmiyyətdə də önəmli şəxslər kimlər idi? Kahinlər idi. Bir də vardı burada dini idarələrə nəzarət edirdi kahinlər. Həmçinin var idi kəndlilər. Kəndlilər də bilirsiniz ki, əhalinin böyük əksəriyyətini təşkil edirdi və kəndlilər deyək ki, dediyim kimi, əhalinin əksəriyyətini təşkil edir, böyük əksəriyyətini. Sənətkar və tacirlər cəmiyyətin bütün təbəqələrindən biri idi. Qullar var idi. Qulları da Misirdə necə adlandırırdılar? Canlı ölülər adlandırırdılar. Əsasən iqtisadi cəhətdən böyük əhəmiyyət daşımırdılar qullar. Qulların da artmasının səbəbi təbii ki, müharibələrin çox olması, işğalçı müharibələr çox olduqca orada əsir götürülən şəxslər qullara çevrilirdi. Bir də vardı burada əmlak və torpaq kimə məxsus idi? Dövlətə. Gəldik mədəniyyət hissəsində yazıya. Ümumiyyətlə 4-cü minilliyin sonlarında ilk yazı meydana gəlmişdi. Bu yazı piktografik yazı idi, yəni şəkli yazı idi. Daha sonra isə 4-cü minilliyin sonlarında hieroglif yazı meydana gələcək. İndi burada bir şey deyim. Bu yazı nə üçündür? Çünki bu dövrdə məsələn, əldə olunan məlumatlar var, elmi, tarixi və s. Bunlar çox idi və bunları yadda saxlamaq mümkün deyildi. Ona görə də şifahi şəkildə ötürürdülər. Bu da tam şəkildə gedib çatmırdı. Ona görə də yazı yaranmasının səbəbi, məhz bir səbəbi də buydu. Bir də Vahid Misir dövləti yaranandan sonra Fironlar əmir və göstərişlər, qanunlar verirlər. Bu qanunları insanlara dəqiq şəkildə çatdırmaq üçün yazının yaranması da vacib idi. Yazı, dedik ki, hieroglif yazı idi. Papirüs lövhələr üzərində yazılırdı. Həmçinin daş, ağac, dəri üzərində də yazılırdı. Hieroglifi necə adlandırırdılar? Müqəddəs işarələr. Sayı 700-750-yə qədər çatırdı. Bu da belə. Ondan sonra biz baxacağıq burada nəyə? Memarlığa. Uşaqlar, baxın burada görürsünüz piramidalar. Misirdə piramidalar tikilirdi. Bunlar Giza ehramları da adlanırdılar. 3-cü minillikdən başlayaraq tikilməyə başlamışdı. Niyə piramidalar var? Görürsünüz burada piramida, burada piramida. Bu da sfinksdir. Piramidanı qoruyan insan başlı, aslan bədənli bir dəhşətlər atası adlandırırdılar. Piramidanı qoruyurdu. Piramidalar 3-cü minillikdən başlayaraq dedik tikilməyə başlamışdı. Ehramlar və ya da Giza ehramları da adlanırdı. Niyə? Fironların qüdrətini göstərmək üçün tikilirdi. İlk piramida daşdan tikilmişdi.
Firon Djoserə məxsus idi, 60 metr hündürlüyündə idi. Ən hündür piramida Xeopsun piramidi, yəqin ki bu olar. Xeopsun piramidası idi, 147 metr hündürlüyündə idi. Təxminən buradakı daşların ağırlığı 2 tona çatırdı. Və Xeopsun piramidasının qarşısında Sfinks var idi. Dünyanın 7 möcüzəsindən də biri idi. Bir də burada belə bir şey var, Obelix. Abituriyentlər sizə o qədər də aid deyil, amma indi videonu izləyən müəllimlər olsa bilərlər. Bu da Fironlar üçün idi. Sanki Fironun ruhu buradan deyək ki, başqa dünyaya gedirdi. Nəsə belə bir şeydə Obelix inancı idi ki, ruhu buradan başqa dünyaya gedir. Sonra digər dövlətlər həmin bu Obelixləri Misirdən öz ölkələrinə aparmışlar. Bu da belə. Ondan sonra gəlirik nəyə? Riyazi biliklərə. Riyazi biliklər zəif idi. Misirdə riyazi biliklər zəif idi. Amma bir şey var. Həndəsə güclüdür. Niyə həndəsə yaxşı inkişaf eləmişdi? Piramidaların tikintisinə görə. Çünki piramida tikintisində ölçü, həcm və s. vacib idi axı. Ona görə sahə və həcm ölçüsünü müəyyən edə bilirdilər. İlk dəfə cərrahi əməliyyatlar da Misirdə aparılmışdı və diş, göz xəstəlikləri idi əsasən. Nəbzin yoxlanılması da ilk dəfə Misirdə olmuşdu. Həmçinin bu da belə. Gəlirik nəyə? Nə qaldı Misirdə? Aha, təqvim. Bəli, Misirlilər təqvim yaratmışlar. Təqvimə görə bir il onlarda 4 aydan ibarət idi və ili 3 mövsümə bölürdülər. Bu da əsasən Nil çayına görə müəyyənləşdirirdilər. Daşqın, əkin və məhsul yığımı. Harada? Daşqın, əkin və məhsul yığımına görə 3 mövsümə bölürdülər. Hər mövsüm 4 aydan ibarət idi. Sonda 360 gün, 5 gündə əlavə edirdilər. 365 gün, həmin o 5 günü də bayram kimi qeyd edirdilər. Daha sonra biz baxacaq burada nəyə? Bunlar günəş və su saatı da yaratmışdılar. Gündüzlər kölgədən istifadə edirdilər vaxtı müəyyən eləmək üçün. Həmçinin qədim Misri qızıllı ölkədə adlandırırlar. Düzdür, əsas qızılı olaraq deyək ki, digər ərazilərdən Nubiyadan və s. gəlirdi. Amma qızıllı ölkə adlandırırlar. Əsasən taxılı bol məhsulu vardı, çünki Nil daşqınlarına görə. Daha sonra nə deyəcək buradan? Günəşin və ayın tutulmasını da qabaqcadan dəqiq bilirdilər. Gəlirik dinə. Vahid din yox idi. Vahid din yox idi. Əsasən burada tanrılar heyvan başlı insan görkəmində idi. Baş tanrı Amon sayılırdı. Bir də günəş tanrısı Ra var idi burada. Misirlilərin inanclarına görə insan bədəni bütöv qalanda deyil, o yaşayırdı. Ona görə də vəfat eləyən şəxsin içalatını çıxardıb onu dərmanlar vasitəsilə mumyalayırdılar. Bu da belə. İncəsənətə də baxsaq, əsas yer rəssamlıq və heykəltaraşlıq idi. Bir də rəngli boyalarla məbəd və məqbərələri də rəsimlər çəkirdilər. Bu, deyək ki, incəsənət əsasən Fironların qüdrətindən, əzəmətindən bəhs edirdi. Bu da bizim Misir mövzumuz. Aydın oldu.